Restore Vahid, Qubadlı rayonunun Xalas kəndinə. 30 yaşında bu yerdən həyatdan çıxmışam. İndi 65 yaşında bir də bura qayıtmışam. Allah rəhmət eləsin. Şəhidlərimizə, qazilərimizə can sağlığı versin. Prezidentimizə uzun ömür versin. Onların sayəsində biz yəni yenə bu doğma vətənimizə qayıda bildik. Əlbəttə istəyirəm ki, kəndimiz, elimiz, obamız hamısı qaçsın öz yerinə, öz yurduna. Yəni mən burada tək tənha qalıram. Tək tənha qalmaq da belə qorxuludur, təhlükəlidir. İstəyirəm ki, bütün kənd qaçsın öz elinə, obasına. Allah sizin də canınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Siz gəlib bu uzaq bir qıraq yerdə bizləri reklam edirsiniz. Allah sizə ömür versin. Allah şərait yaradanların canını sağ eləsin, Maliş müəllimə can sağlığı versin, uzun ömür versin. Qubadlıların hamısının haqqında, hamısının əziyyətini o insan çəkir. Əlindən gələn köməyi, imkanı əsirgəmir. Sağ olsun Qubadlının rəisi də. Allah ona da can sağlığı versin, uzun ömür versin. Yəni o da rayona gəlib gedənlərin hamısına şərait yaradıb, heç kimi geri qaytarmayıb. Mən Sadıqov İlham Buludoğlu, 1959-cu il təvəllüdlüyüm. 1977-ci ildə Çağdağlı Orta Məktəbi, Xalas Akademi yox, Çağdağlı Orta Məktəbi tutarmışam. Həmin ildə Bakıda İnaqorodnobuza, İnşaat Mühəndislər İnstitutunda İnaqorodnobuza imtahan vermişəm. Heydər Əliyevin o vaxtı İnaqorodnobuza göndərən vaxtlar idi. Deməli 700, hər il 700 nəfər orada uşaq göndərirdi. 70 nəfər Xarkov şəhərinə göndərilmişim. 70 nəfərlərdən biri də mən olmuşum. Bu Dəmir Yol İnstitutuna, Dəmir Yol Nəqliyyat İnstitutuna göndərilmişəm. Bu 5 nəfərdən biri, əlbəttə 1982-ci ildə mən qəbul olub, 1977-ci ildə qəbul olub, 82-ci ildə qutarmışam. 82-də qutarmışam, 2 ildə əsgərlik çəkmişəm, yenə də qayıtmışam Dəmir yoluna. Dəmir yoluna işə girmişəm, Dəmir yoluna da qayıtmışam. Axıra kimi də Dəmir yolunda işləmişəm, indi qayıda çıxmışam. İndi gəlmişəm maraqçılıqla məşğul olmuş el. İndi bu müddətdə yenə deyirəm, mənə qismət olan nədir? Allah Taala o prezidentimizə can sağlığı versin ki, prezidentimizin o dəmir yumruğuna çatında biz qələbə çaldıq. Allah Taala yenə deyirəm o cənab prezidentimizə, İlham Əliyevə can sağlığı versin, uzun ömür versin. İndi dayı-oğluna mən köməklik eləyirəm. Qarıçılıqla biraz başıma qaldı, təqaüddədəyim. Allah Taala deyirəm, uzun ömür, can sağlığı versin. Hansı ki, bizə buna qismət elədi. 33 ildən sonra qayıdıb, bizə nəsib oldu ki, bu torpağa qayıtmaq. Şəhidlərimizə Allah Taala deyirəm, qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, hansı ki, onların cidliyi nəticəsində buna bizə qismət olur. Hoş gelmişsiniz. Sizin ayınız düşərli oldu. Siz gələn kimi də arı reçə verdi. Yəni uzaq bir məsafəyə getmədi, gəldi deyə bu çola düşdü. Xeyirli olsun. Sağ olun. Balıq bol olsun, bu balını sizə də göndərərəm. Allah canını sağ eləsin. İndi onu oradan, o beçəni oradan yığışdırıb yeşəyə yığırsınız da? İndi çomalaşdın, onu verdim yeşəyə. Xayızda da sizin Qubadlı rayonu Xalas kənd balı. Bu dağların balı bax görünədir. Bu dağların balını sizə göndərərəm. Xeyirli olsun, çox qəşəngdir, kənddə gözəl də yerdir. Xeyirli. Xeyirli olsun. Yer düşdü, çomalaşdı ora.